Artıq bir neçə ildir ki, Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən azərbaycanlılar bu dövlətin vətəndaşları kimi Moskvadan həcc ziyarətinə yollanırlar. Bu ildə soydaşlarımız iki qrup şəklində müqəddəs ziyarətə üst tutdular. 88 nəfərdən ibarət olan həcc ziyarətinə yollanan soydaşlarımızla Rusiyanın Domodedovo aeroportunda qarşılaşdıq. Müqəddəs ziyarətə gedənlərdə ruh yüksəkliyini və üzlərindəki sevinci görməmək mümkün değildi. Bu hissləri hacı olmayanlara arzu eləyərdim. Bu gözəl yoldur. Ben bütün Müslüman kardeşlerime arzu eləyərdim ki, hacca getmək hamıya qismət olsun. Çox sağ olun, minnətdaram. Bütün Azərbaycan dünyasına öz salamımı yetirirəm. Əvvəla yaradan Allaha öz minnətdarlığımı bildirirəm ki, təzədən mənə bu günü qismət edir, müqəddəs evinin ziyarətini qismət edir. İnşallah arzu edirəm ki, cəm arzusunda olanlara da bu günü qismət eləsin. İkincisi, bu gün cəmi müsəlmanlar üçün, bu ziyarət cəmi müsəlmanlar üçün Allahın Quranda buyurduğu kimi vacib əməllərdən biri olduğuna görə İnşallah cəmi müsəlmanlara qoy qismət olsun. Həyəcandakı, hissiyatdakı, yəni həyatda ən sevindiyim günlərdən biri də budur ki, çünki müsəlmanın ən böyük bayramları üçdürsə, biri də bildiyimiz kimi Qurban bayramımızdır. Ramazan bayramı, Qurban bayramı. Qurban bayramı ən böyük bayramlardan biri olduğuna görə onun yaxınlaşması münasibətilə həm sevinirəm, həm də həyəcanlıyam ki, Allah təzədən bu bayramı bizə qismət edir. Allah bizim yerdə qalan mömin bacı qardaşlara da qismət eləsin, hamısının canını salamat eləsin. Qrup rəhbəri, Rusiya tanınmış ilahiyyatçı Hacı Asif Bağırov səfər barədə məlumat verdi. Möminlərin Yordaniyaya, oradan isə Mədinəyə yollanacaqlarını bildirdi. Bu il əlhəmdülillah həcc ziyarəti nəsib olub. Rusiyada yaşayan Azərbaycanlıların bir qrupu, yəni təqribən 87 nəfər həccə hazırlaşıblar, həccə gedirlər. Həmd olsun Allaha, keçən ilkidən fərqli olaraq bu il bütün hacılarımız viza alıblar və hamısı sevinclə bu il aeroportdan neynirlər, yola düşürlər. İnşallah bizim birinci uçuşumuz Yordaniya Respublikasındadır. Oradan Allah qoysa uçacağıq Mədinə şəhərinə. Təqribən səfərimiz 24 gün çəkəcək. Neçə gün Mədinədə və 3-4 gün Mədinədə və qalan günlər də Məkkədə olacaq. Bu əziz səfərdə, ruhani səfərdə təbiidir ki, bütün insanların arzusu var, müsəlmanların arzusu var. Cəmi arzusu olanlara Allah nəsib eləsin. İnşallah qaydacağıq oktyabrın 24-də saat 16:00-da həmən bu hava limanından inşallah siz eləyə bilərsiniz, gəlib bizi qarşılayırsınız. Digər qrup rəhbəri Namiq Abuşov isə bu il təşkilatçılıqda bir problemin olmadığını qeyd etdi. Əvvəla bütün dünya müsəlmanlarına Allahın beytinin ziyarətini, həcc ziyarətini nəsib olmaqlığını istəyirəm. Allah hamdan qəbul eləsin. Böyük bir müqəddəs səfərdir. Allah Teala inşallah hamının arzusunda olanlara nəsib eləsin. 10 ildən artıqdır Rusiyadan zəvvarlar Allahın beytinə Moskvadan yola düşürlər. Bütün Rusiyanın hər bir yerindən müraciət edirlər. Ümumən bu illəri 21 min təqribən Rusiyadan zəvvar yola düşür. Müxtəlif tarixlərdə demək olar ki, əvvəlinci uçanlardır ki, inşallah Azərbaycanlılar Moskvanın Domodedovo şəhərindən həccə yola düşürlər. Və bu ilki ziyarətin gedişatından bilinir ki, inşallah rəhman yaxşı olacaq. Çünki müxtəlif problemlərlə üzləşirdik keçən illərdə. Bu illəri rahatçılıqla vizaları almışıq. Heç bir atkaz olmadan ümidvarıq ki, inşallah işlərimiz də rahatçılıqla başa yetər. Möminlər müqəddəs səfərə yola düşməmişdən qabaq xatirə şəkili çəkdirdilər. Allah hər kəsə bu ziyarəti nəsib etsin. Gedənlər isə yolu açıq və duaları qəbul olsun. Amin. İqbal Rustamov, Şahin Cəfərov, Məmmədxan Əhmədov, İntiraz Moskva.